Bloqda izləyən dəyərli müəllimlər, bu günləri bloqa düşən bəzi həndəsənin düsturlarının isbatını verəcəm. İndiyənə qədər dediyim videoların əsərlikləri sertifikasiya və mini müəllimləri üçün nəzərdə tutulan misallardır. İndi bu gün də fikirləşdim ki, bloqa düşən həndəsənin düsturlarının isbatının çıxarışır. Çünki bloqa düşür, son illər önce bilirik ki, isbatda düşür. Bizi də izləyən müəllimlərimizə təşəkkürümüzü bildiririk. Ramil müəllimdir, Qədir müəllimdir, Heydər müəllimdir, Köçəli müəllimdir, Ceyhun müəllimdir və başqa adlarını bilmədiyim digər müəllimlər hər birinə təşəkkürümü bildirirəm. Məsələn, düzbucaqlı üçbucağının daxilinə çəkilmiş çevlənin radiusu. Radiusu üçün bilirik ki, hazır bir düstur var. Bax, belə bir düzbucaqlı üçbucaqdır. Bunun tərəfi tal olsun A, tərəf olsun B, bu tərəf olsun C. Bunun üçün belə bir düsturumuz var ki, L bərabərdir. Katetlərin cəmi, bu yaxınlarda dedilər müəllimlər görə hansısa bir sınavda düşmüşmüş, blok sınavına düşmüşmüş, yəni bunun isbatı bölünsün, iki düsturunun isbatı olacaq. Çevrənin mərkəzini buradan götürürəm. Bilirəm ki, radius, çevrənin mərkəzini buradan götürürəm. Bilirəm ki, radius toxmana perpendikulyardır. Bax, belə. Bura R-dirsə, bura da olur R. Bura bütöv B-dirsə, onda bax, bu məsafə olacaq 5 çıxılsın R. E-lə. Buradan bura qədər də mən radiusu bilirik. Bu da olur R. Təbii ki, bu radius bura da perpendikulyardır, bu da R-dir. Onda həmin bütöv bir tərəf A-dırsa, bura olacaq A çıxılsın R. Toxunanların qaydasından biz bilirik ki, bir nöqtədən çevrəyə çəkilən ki, toxunan bərabərdir. Onda burada olur R. Onda burada olur A çıxılsın F. Bunun uzunluğu bizdə bilirik ki, verilib C-dir. Buradan bura qədər məsafə, buradan bura qədər məsafənin cəmi, yəni A çıxılsın E, üstə gəlsin, çox sadə bir çıxarışı var, bərabərdir C-yə. Çünki bu məsafə bizdə B yerdir, bu məsafə bizdə A yerdir, burada biz C demişik də bütöv. A çıxılsın R üstə gəlsin, B çıxılsın R bərabərdir C-yə. Buradan mənfi 2R bərabərdir C, çıxılsın A, çıxılsın B. Hər tərəfi mənfiyə vurulan 2R bərabər olur. A üstə gəlsin B, çıxılsın C. Buradan da R-i tapsam R bərabərdir. A üstə gəlsin B, çıxılsın 2, çıxılsın C bölünsün 2 düsturunun çıxarışı verdik. Baxın, bu qayda ilə düsturu da çıxartdıq. İndi belə bir düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqda buna 1 yazaq. Birinci, buna 2 yazaq. Belə bir düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən hündürlük hipotenuzu müəyyən hissələrə bölür. Biz bura bir H deyək. Bura olsun M, bura olsun M. Belə bir dənə hazır qayda var ki, H-ın kvadratı bərabərdir M vurulsun N. H-ın kvadratı bərabərdir M vurulsun M. Bu hardan alınır? Bax, mən bu bucağa bir beta deyirəm. Bu bucağa bir alfa deyirəm. Onda alfa ilə betanın cəmi, alfa plus betanın cəmi bərabərdir 90 dərəcəyə. Düzbucaqlı üçbucaqda iki bucaqların cəmi 90 dərəcədə. Onda bura alfadırsa, bura olacaq beta. Bura betadırsa, bax, həmin məsafə bucaq olacaq alfa. İndi burada iki dənə oxşar üçbucaq görürəm. Bunu necə oxşarlığa gətirirəm? Burada betanın qarşısında, bax, bu üçbucaqda betanın qarşısında duran tərəf M-dir. M-i. Burada betanın qarşısında duran tərəf H-dır. H-a olan nisbəti bərabərdir. Alfanın qarşısında duran tərəf H. Bax, birinci bu üçbucaq daxil bunun tərəfləri yazılır. Alfanın qarşısında duran tərəf H. Burada alfanın qarşısında duran tərəf E. Biz də indi buradan bir-birinə tənasüb kimi yazsaq, H-ın kvadratı bərabər olur, M vurulsun, M düsturunu çıxarda bilərik. Bax, bu oxşarlıqdan çıxardırıq. Amma bunu başqa cürdə çıxartmaq olar. Mən bunu başqa cürdə çıxarda bilirəm. Elə ikisini də yazdım. İndi hansı
səhvəli olsa ondan istifadə edirlər. Çox cür yəni bunu ispat eləmək olar. Oxşarlıqdan belə ispat eləmək olur. Bunun tərəfin bura bir hündürlük çəkilir. Bura olsun bura olsun Bu bizdə H-dır. Bu tərəfə bir A deyirəm, bu tərəfə bir B deyirəm. Pifagor teoremini tətbiq eləsəm, bax, alacam A-nın kvadratı bərabərdir. Bax, bu düzbucaqlı üçbucağın katetlərinin cəminə H-ın kvadratı üstə gəlsin, M-in kvadratı. Təzədən bax, bu düzbucaqlı üçbucağa Pifagor teoremini tətbiq eləsəm, alacam B-in kvadratı bərabərdir. H-ın kvadratı üstə gəlsin, H-ın kvadratı üstə gəlsin, H-ın kvadratı üstə gəlsin, N-in kvadratı. Bax, belə bir sistem aldıq. Bir tərəfdən də biz bilirik ki, bu böyük düzbucaqlı üçbucağın tətbiq eləsək Pifagor teoremi, alacaq A-nın kvadratı üstə gəlsin, B-in kvadratı bərabərdir. Hipotenuz M üstə gəlsin, N-in kvadratı. Bu birinci sistemi tərəf-tərəfə toplayıram. Bunlar tərəf-tərəfə toplayanda buradan alıram 2H-ın kvadratı bərabərdir. 2H-ın kvadratı üzr istəyirəm, üstə gəlsin. M-in kvadratı üstə gəlsin, B-in kvadratı bərabərdir. A-nın kvadratı plus B-in kvadratına. İndi buradan yenə yazıram. 2H-ın kvadratı üstə gəlsin. A ilə B-nin kvadratının yerinə məndə A-nın kvadratı üstə gəl B-nin kvadratı bərabərdir. M üstə gəl M-in kvadratı. Bax, həmin bu ifadəni yerinə, bax, bu A-B-nin kvadratını yerinə gətirib bu ifadəni burada yerinə yazıram. M-in kvadratı üstə gəlsin, N-in kvadratı bərabərdir. M üstə gəlsin, N-in kvadratı. Buradan yenə yazıram. 2H-ın kvadratı üstə gəlsin. M-in kvadratı plus N-in kvadratı bərabərdir. M-in kvadratı plus müxtəsər vurma düsturlarına görə şəklin cəminin kvadratından istifadə edib bunu açıram. 2M üstə gəlsin N-in kvadratı. Baxıram ki, M-in kvadratları bir tərəfə keçirdən də bir-birini aparır. Buradan alıram 2H-ın kvadratı bərabərdir 2M. Hər tərəfində 2-yə bölsəm, H-ın kvadratı bərabərdir, M vurulsun M. Düzdür, bu biraz uzun gedir, amma bu daha maraqlı bir çıxarışdır. Bax, belə də ikisini də yazdım. Bunu başqa cürdə çıxartmaq olar, yəni bu ikisi kifayət edir. Sonra burada üçüncü belə bir, bu üçüncüdür. Yəni, eyni bir misalda üçüncü qaydadır. Dördüncü. Belə bir dənə dairə seçirəm, çevrə seçirəm. Bunun xaricinə bir dənə düzbucaqlı üçbucaq çəkirəm. Belə bir dənə düzbucaqlı üçbucaq çəkirəm. Belə. Bura M deyirəm, B ilə bura N deyirəm. Bu düzbucaqlı üçbucağın sahəsi deyir ki, S bərabərdir M vurulsun N düsturunu çıxarır. Yəni, bunun sahəsi bərabərdir, E vurulsun, N düsturunu çıxarır. Bunu çox cür çıxartmaq olar. Mən belə toxunanlardan istifadə edirəm. Burada deyim bizdə eyni bir nöqtədən çevrəyə çəkilən toxunanlar bərabərdir. Onda bu məsafədə E olur. E ilə həmin bu toxunanlarda bu məsafə N-dirsə, bu da N olur. Əgər mən burada bir X-i desəm, bu da bir toxunandır, bu da X olur. Buradan sahənin düsturunu yazsam, S bərabər olacaq, düzbucaqlı üçbucağın sahəsi, katetlərin hasilinin yarısı, X üstə gəlsin M, vurulsun, X üstə gəlsin N, düsturu ilə yazmaq olar. İndi bir tərəfdən həmin bu düzbucaqlı üçbucağa Pifagor teoremini tətbiq ediyorum. Onda yazıram X-i üstə gəlsin, M-in kvadratı, üstə gəlsin bir katet, X üstə gəlsin N-in kvadratı. O da bərabərdir M üstə gəlsin N-in kvadratı. Buradan biz bunu açırıq. Buradan alacaq cəmin kvadratı X-in kvadratı plus 2X-i M üstə gəlsin M-in kvadratı bərabərdir. Bərabərdir yox, üzərinə gəlsin. X-in kvadratı plus 2X-i M plus N-in kvadratı bərabərdir. M-in
kvadratı üstə gəlsin 2m plus n'in kvadratına. M'in kvadratları eyni işarətlə bir tərəfə keçirdən də bir-birini aparır. Buradan alıram 2x'in kvadratı üstə gəlsin 2x'm üstə gəlsin 2xm bərabərdir 2 vurulsun m vurulsun n. Hər tərəfini 2'yə bölsəm, alacağım x'in kvadratı üstə gəlsin m(x), üstə gəlsin m(x), m(x) bərabərdir m vurulsun m. İndi baxmanın burada düsturum var. Bax, bunu da sadələşdirirəm. Yazıram ki, s bərabərdir 2'də 1 vurulsun. Olacaq x'in kvadratı üstə gəlsin m(x), üstə gəlsin m(x), üstə gəlsin m vur m. Bərabərdir. Buradan elə yazılan bərabərdir. 2'də 1 vurulsun. Baxın, x'in kvadratı üstə gəlsin m(x), x'in kvadratı üstə gəlsin m(x), üstə gəlsin m(x)'in yerine yazıram m(n), bu ifadəyə bərabərdir. m(n), bir də üzərinə gəlsin, bir m(n) də buradadır. m(n). Bu da bərabərdir. 2'də 1 vurulsun, promoyu yazıram. 2m(n), 2'lər ixtisar gedir. Bu bərabər olur, m vurulsun, n düsturur ki, buradan çıxdı. Onda belə buradan biz yaza bilərik ki, s üçbucaq bərabərmiş, yəni düzbucaq, üçbucaqdır təbii ki, bərabərdir m vurulsun, n. Yəni çevrənin müfətumuz üzərində toxunduğu, müfətumuzun toxunub 2 hissəyə bölüb, həmin hissələrin hasilinə bərabərdir sahə. Belə bir maraqlı misal götürürəm, yüzləri hər nəsə düsturları verilir, yerin məqamı belə bir misalda baxırıq. X-ci dərəcədən 49'da 1 çıxılsın 1 bölünsün. X-ci dərəcədə 7 bərabərdir 20'yə. Bizə sual olunur ki, x-i bərabərdir sual. Biz, bax, bunu belə də biz yaza bilərik kökün xassəsinə görə. Bax, bu mənə verəcək. Eyni bir kökün altında mən bunu yazıram. 49'da 1 x çıxılsın. Kök altında 1 bölünsün 7 x-ci dərəcədən bərabərdir 20'yə. Bunu yaza bilərəm. 7'də 1'in kvadratı, elə buradan promoyu yazıram. Yazıram 7'də 1. Kökün qüvvəti şəklində göstərirəm. X-də 1'in, bax belə kvadratı yazıram. Çıxılsın. Buradan da yazıram. Rəccəbdən bitti biraz. 7'də 1 üstü. 1 bölünsün x-i yazıram. Bərabərdir 20'yə. Buradan belə bir əvəzləmə aparıram. Onsuz da belə təlimləri məsələti əvəzləməyə gedir. 7'də 1 üstü. 1 bölünsün x-ə. Bərabərdir 1 t deyiləm. 7'də 1 üstü. x bərabərdir 1 t deyiləm. Gətirib burada yerinə yazıram. Buradan alınır. T'nin kvadratı çıxılsın t. 20'ni bu tərəfə keçirəcəm. Minus olur bərabərdir 0. Tənlik kvadrat tənlik kökləri düsturundan da istifadə edib həll edə bilərəm. Amma bu teoremi tətbiq edirəm. Görürəm ki, köklərindən bir dəfə mənfi 5 müsbət 4'dür. Onda mən yazıram. T minus 5 vurulsun t plus 4 bərabərdir 0. Buradan da t1 bərabərdir 5'ə. T2 də bərabərdir mənfi 4'ə. İndi gətirib, bax, burada t'nin qiyməti yerinə yazıram. Bir dəfə 5'i yazıram. Buradan yazıram. 7'də 1 üstü. 1 bölünsün x bərabərdir. 7'də 1 qüvvətində x-də 1 bərabərdir 5 yazıram. Bunun hər tərəfini onluq loqaritmalayıram. Loqaritma yazıram. 7'də 1 üstü. X-də 1 bərabərdir. Onluq loqaritma 5, yəni 5'i deyə bilərik. Onluq loqaritma əldə edilmək, yəni 5 yanında başa düşülür.
Buradan loqaritmanın xassasına görə alınır ki, 1 vurulsun 2 statisturun yazımlarım aydın olacaq hamıya. LG 7'də 1 bərabərdir LG 5. Onda biz buradan yaza bilərik ki, x-də 1 vurulsun. Bunu mən 7 üstü mənfi 1 yazıram, qarşıya bir mənfi çıxır. Və bunu yazıram LG 7 bərabərdir LG 5'ə. Hər tərəfin bunu x-ə vursam və yaxud da bunu belə yazıram mən. 1 bölünsün, buradan alınır. 1 bölünsün x bərabərdir mənfi LG 5 bölünsün LG 7. Buradan da alınır ki, demək x bərabərdir, bunlar elə bir yerini dəyişir. Mənfi LG 7 bölünsün LG 5. Buradan da çıxır ki, x bərabərdir mənfi loqaritma 5 əsasdan 7'ye bu loqaritmanın xassası var, belə bir xassası var. X bərabər olduğuna. İndi ikinci bir dəfəndə t2'miz bərabərdir mənfi 4, amma o ödəməyəcək. Gəlin baxaq. Buradan yazıram 7'də 1 üstü 1 bölünsün 2 bərabərdir mənfi 4'ə. Biz bunu loqaritmalasaq, loqaritmanın əsası həmişə müsbət olduğuna görə, sıfırdan böyük olduğuna görə bu halda kökü yoxdur, baxmır. Bir dənə x bərabərdir mənfi loqaritma 5 əsasdan 7. Bu mənfi 1 gətirib bura, bunu 7'də 1 də yaza bilərik. Yəni mənfi olmasın deyə də, yəni bu müsbət əslində. Qarşıya mənfi qoymağına baxmır. Cavab olur, bərabər olur. Böyümlü bu qədər. İnşallah yəqin ki, növbəti videolarımız bayramdan sonra yenə davam edəcək. Yenə də məni izləyən müəllimlərə təşəkkürümü bildirirəm. Həqiqətən də maraqlı suallar gələn dəfə götürəcəm. Bu dəfə elə bu bloka düşən isbatlar dediyim gibi abituriyentlər üçün də maraqlı olar. Baxarlar, faydalanarlar. Olur, çox sağ olun. Görüşürüz bu qədər.